El party está que blow, 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 blow. La baby es todo un show, 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 show. Me pide reggaeton, slow, low, low, low. Sevilən brendlərdən biridir. Həqiqətən mükəmməl keyfiyyətə malikdir. Hal-hazırda qarşımda bir ədəd Corsairin HS70 naqilsiz qoşula bilən qulaqcığı var və Corsairin premium klass sayılan gaming qulaqcıq stendi. Nə üçün premiumdur? Çünki bu tək qulaqcıq stendi deyil, eyni vaxtda bunu USB hub kimi də istifadə edə bilərsiniz və hətta bu qulaqcıq stendi 7.1 səs keyfiyyətini konvert eləmək qabiliyyətinə də malikdir. Qiymət də ki 129 manatdır və diqqət eləsəniz dairə formada alt hissəsindən RGB işıqlanması da var. Mənim çox xoşuma gəldi, həm dizayn baxımından, həm yumuşaqlıq baxımından və komplektindəki olan mikrofonu xüsusən xoşuma gəldi. Çox kompaktdır, incədir, balacadır və gördüyünüz kimi bir formada yox, istədiyiniz istiqamətlərə rahatlıqla bunu əyə bilərsiniz. Çəkisi yüngüldür. Başda çox rahat qalır deyərdim. Biraz çox tərifləsəm, deyəsən, özüm də alacam bu qulaqcıqdan. Komplektində deməli USB-dən Type-C-yə, AUX kabeli və mikrofonun başlığını keçirmək üçün belə bir nasavkası da mövcuddur. Dizayn olaraq mənim çox xoşuma gəldi. Çəki olaraq çox xoşuma gəldi. Səsinə bunun qulaq asmışam. Çox keyfiyyətli səsə malikdir. Bu qulaqcığa 170 manat verməyə dəyər, yoxsa dəyməz? Məncə dəyər. Qulaqcığımızı qoyaq öz stendinə. Stendin qiyməti 129 manatdır, qulaqcıq 170 manat.